Son günlərdə Yaxın Şərqi gərginlikdə saxlayan Benyamin Netanyahu əslində kimdir? O, bir çoxları üçün qəhrəman, bəziləri üçünsə müharibənin təmsilçisidir. İsrail tarixində ən uzun müddət baş nazir olan Benyamin Netanyahu ilk dəfə 1996-cı ildə seçilsə də, müxtəlif fasilələrlə bugünə qədər hakimiyyətdədir. ABŞ-ın nüfuzlu MIT Universitetində təhsil alsa da, onun kimliyini formalaşdıran əsas amil hərbi keçmişi oldu. İsrailin elit Sayeret Matkal xüsusi təyinatlı dəstəsində xidmət edib, qardaşı Yonatanın isə antiterror əməliyyatında həlak olması onun siyasətdəki sərt mövqeyinə birbaşa təsir göstərdi. Siyasətə atıldıqdan sonra sərt mövqeyi ilə tanındı. Xüsusilə İranın nüvə proqramı və Fələstin məsələsində güzəştsiz siyasət yeridir. İranı İsrail üçün əsas təhdid hesab edir. 2023-cü ildə Həmasın hücumu ilə başlayan müharibə onu karyerasının ən çətin nöqtəsinə gətirdi. Daxildə təhlükəsizlik boşluqları və korrupsiya iddiaları ilə, beynəlxalq aləmdə isə Qəzzadakı humanitar böhrana görə sərt tənqidlərlə üzləşir. Son dövrlərdə İsrailin İrana qarşı intensivləşən hərbi əməliyyatları onsuz da gərgin olan Yaxın Şərqdə yeni bir müharibə qapısını araladı. Bu strateji gedişlər Netanyahunu həm daxildə, həm də beynəlxalq aləmdə təzyiqlərlə üz-üzə qoydu. Bəs Benyamin Netanyahu kimdir? Ölkəsinin təhlükəsizliyini hər şeydən üstün tutan bir vətənpərvər, yoxsa bölgəni alova sürükləyən bir lider? Onun siyasi irsinin necə xatırlanacağına şübhəsiz ki, zaman və tarix qərar verəcək.